Mən Mamudov Əlzami Yunusov, Bərdə rayon Qaradalı kəndə yaşayıram. Bugünkü çıxış etməkdə məqsədim Bərdə rayon xəstəxanasının baş həkimi, Vüsal həkimin yaratmaz qərəzli əməlli hərəkətlərindən, eynilə də diagnostikada şöbə müdürü Hafiz həkimin, travmatolog, yəni dünənlərin etibarnamə sözlər nümayəndəsi olduğu, yəni məhkəmədə, prokurorda iştirak edə bilməyən barədə etibarnamə olduğu bir halda övladının qılçı sınmışdır. Aparıblar xəstəxanaya. İlk öncə deməli, Hafiz həkim bildirib ki, Liyazov nə aparatı var, o aparat gəlməsi üçün 1054 manat pul verilməli. Biz gelib baş üstə ödəyərik. Bundan həm də söhbət getdi, dedi ki, bəs mənə də hörmət eləyərsiniz. Siz təsəvvür edirsiniz, buyur. Bax, bu həkimin xahiş yaxından çək bunu. Nə hörmət eləyərsən, mən. Mən sağ ol, nə deyim ki? Ha, bir də vururam. Nə hörmət eləyərsən, mən. Mən sağ ol, nə deyim ki? Burada da bizə nə hörmət eləyərsən deyir. Sual bəs, bir dəfə də 1-2 il öncə də bacım oğlunun qılçı sınması ilə bağlı, 5 gün orada pula görə saxlayıb, pul istəməsi ilə bağlı səs yazıları versək də, təqdim etsək də, təbib ağır oturub, yüngül durub, tövbət verir. Həkimin yanında xəstə gedir, xəstəyə deyir ki, sizin atanız məndən şikayət eləmişdi, bəs mənə tövbət verir. Hafiz, xatirindədir də, kimlər gəldi səndən xahiş elədi, əməlindən əl gətirir. Hafiz, pul alma. İstəyirsən, səsim var, yazım var. Deməli, Hafiz həkim özü bilərəkdən resepi yazır, deyir, həmin avadanlığın gəlməsini qiymətləndirir, özü danışır. Bunun çəkilişləri var, yazıları var, ha. Sonra biləndə ki, mənim övladımdır, qərəzli olaraq bunu rədd edir. Mən heç bir kəsin, Hafiz həkim olsun, Vüsal olsun, onların şəxsiyyəti ilə mənim işim yox. Hər birinin şəxsiyyətin hörmətim var. İşlədikləri işi yaratmaz, rüşvətxor əməllərindən var. Korrupsiya qarşı mübarizə idarəsində soruşuram. Bəs bunun işi oradadır. Necə oldu? Niyə baxdı? Billərlə niyə yubanır? Niyə araşdırırsınız? Necə olur şəhid ailəsinə bir ağaç verən, yasına bir ağaç verənin, cinayətçi başlayıb 2 il ev tutaqlığı verirsiniz. Dünyanı dağılır, milyon, 100 minlərlə yeyintisi olanı belə başını sığallayırsınız. Bu nə deməkdir? Hətta orada həkim var, Züheyr həkim. Hafiz həkim böyründə oturur, yəqin, üzr istəyəm, havadarlıq eləyir də. Orada deyir ki, gör ha, prokurorluq bu. Prokurorluq mən inanmıram ki, deyək ki, sən xəstəyə bax. Mən buna inanmıram. Belə, Bərdə prokurorluq barəsində mən daim çıxış eləmişəm, yaxşıyam, nə demişəm, deyirəm və çəkinmirəm. Amma bugünkü gündə Hafiz doktorun yanında olan Üzeyir həkimin, əlində dəfələrlə xəstə ölən Üzeyir həkimin, İndi prokurorla nə acısı varsa, yönəldi ki, prokuror qoyur. Prokuror deyir, Əlzaminin qızı, deyir, yavadanlığı alır, qızının qılçını, oğlunun qılçını sarmasına sən imkan verməyən, sarma. Onda bu travmatologiya bərdənə nəyə lazımdır? Niyə boş yer zanit edirsən? Niyə həmin vəzifəni zanit edirsən, əgər sən işin öhdəsindən gələ bilmirsənsə? Hafiz həkim Allahın bir inanında olsun bu işə görə bütün hüquq mühafizə orqanlarına müraciət etməklə var, sənin o hərəkətini şəxsən səni verəcəm məhkəməyə. Bunu bil. Ümidvarım ki, özür dilərim ölkəmizin prezidentinə, cənab prezident, təbib yoxdur, yatıb. Respublika baş prokurorluğu demək olar ki, korrupsiya qarşı mübarizə idarəsi Vüsalın barəsində olan materialı araşdırmır. Xahiş edirəm, cənab prezidentimiz sizədir. Bərdə səhiyyəsində olan bu qərəzli, bərbad, korrupsiyon əməllər, mən öz işimlə danışıram, başqa işi, olan hallar çünki səs yazısı da var, deyir, mənə hörmət eləyirsən eləyir. Barəsində qanuni tədbir görürsün ki, Hafiz doktor niyə belə eləyir? Üzeyir həkim orada böyürdə saflaşır. Bunu prokurorla nə alıb verəcəyi varsa bu aydınlaşdırılsın. Yəqin, ölüm işinə görə prokuror onun barəsində qanuni tədbir görmək meyillidir ki, o yönəldi prokurorla. Deməli, mənim qızıma sığorta olduğu halda, övladıma sığorta göndəriş verilməli olduğu halda, uşaq gəncəyə geçsə də bunlar Bakıya göndərir. Sığorta kağızına verməyiblər ki, sığortadan istifadə edəcək. Çünki hər nə var, vətəndaş xərcə düşsün. Bax, bunlar budur.